Salam dəyərli şagirdlər, hər birinizi xoş gördük. Bu günlər biz Birinci Dünya müharibəsindən sonra ABŞ mövzusundan danışacağıq. İlk öncə qeyd edək ki, Birinci Dünya müharibəsinin ABŞ üçün nəticələrindən. Birinci Dünya müharibəsindən sonra ABŞ dünya dövlətinə çevrilmişdi və biz Birinci Dünya müharibəsi dövründə qeyd etmişdik ki, əsas silah və sursat satan tərəf ABŞ olduğu üçün və bu dövrdə ABŞ çox böyük qazanc əldə etmişdi. Və 1920-ci illərdə dünyada avtomobilin istehsalına, neftin, poladın istehsalına görə böyük hissəsi, yəni bu istehsalatın böyük hissəsi ABŞ-ın payına düşürdü. Və bu istehsalatın artması ABŞ-da kapital ixracatının artmasına gətirib çıxartmışdı. Amma ABŞ-da kapital ixracatı artsa da 20-ci əsrin ortalarına qədər kapitalın ixracına görə birinci yerdə yenə də İngiltərə qalırdı. Və biz bu dövrdə, yəni Paris Sülh Konfransında Woodrow Wilson ABŞ-ın mövqeyini müdafiə etmədiyi üçün həm prezident kimi, həm də partiyasına qarşı çıxmışdılar. Və Woodrow Wilson bu partiyanın və öz prezidentliyini, hakimiyyətini qorumaq üçün konstitusiyada iki əsas dəyişiklik etmək istədi. Birinci dəyişiklik nə idi? Qadınlara seçki hüquqlarının verilməsi. Bu, ABŞ-da protestantların narazılığına gətirib çıxartdı. Digər bir dəyişiklik isə spirtli içkilərin istehsalını və istehlakını qadağan etmək idi. Bu isə qara bazarın və dövriyyədə çirkli pulların dövriyyəsinə gətirib çıxarmışdı yoldaşlar. Və nəticədə hakimiyyətdən Woodrow Wilson gedir, onun yerinə Harding gəlir. Hardingin prezidentliyi dövrü, yəni 20-ci ildə prezident seçilsə də, prezident səlahiyyətlərinə başlayır 1900 yerinə yetirməyə başlayır 1921-ci il. Woodrow Wilsondan sonra hakimiyyətə gələn Hardingin dövründə biz baxsaq iki əsas məsələyə baxacaq. Birincisi onun daxili siyasəti, digər məsələ isə onun xarici siyasəti. Gəlin ilk öncə onun daxili siyasətinə baxaq. Daxili siyasətində onun gördüyü ilk tədbirlərdən biri büdcə vəsaitlərinə qənaətlə istifadə edilməsi idi. Daxili siyasətinə görəcək digər məsələ isə, deməli biz Woodrow Wilson dövründə qeyd etmişdik ki, dövlətin iqtisadiyyata nəzarət artırılmışdı. Bu cümlə Woodrow Wilsonun dövrünə aiddir. Gəlin bu cümləni biraz detallı analiz edək. Dövlət əgər iqtisadiyyata nəzarət edirsə, bu o deməkdir ki, həmin dövrdə dövlətdə özəlləşmə prosesi azalır. Amma dövlət iqtisadiyyata nəzarəti azaldırsa, özəl sektorlar, yəni özəlləşmə prosesi daha da çoxalmış olur. Biz Woodrow Wilsonun dövründə dövlətin iqtisadiyyata nəzarətin artdığını qeyd etmişdik, yəni özəlləşmə prosesi azalmışdı. Woodrow Wilsondan sonra Hardingin dövründə isə dövlətin iqtisadiyyat nəzarətin azalmasını görəcəyik ki, bu isə özəlləşmə prosesinin artımına gətirib çıxarırdı. Sonra Hardingin dövrünün xarici siyasəti. Harding xarici siyasətin əsas məqsədi Birinci Dünya müharibəsinin dövründə rəqiblərlə olan münasibətlər tənzimləməkdir. Bunun üçün görülən ilk məqsəd, ilk addım ABŞ-la Almaniya arasında sülh müqaviləsinin bağlanmasıdır. Digər məsələ isə biz yaxın şərq, daha doğrusu uzaq şərqdə vəziyyətin nizamlamaq, stabilləşdirmək idi ki, buna görə 1921-22-ci illərdə Washington konfransı keçirilir. Washington konfransının qərarlarına əsasən Çinin müstəqilliyi və suverenliyi tanınmış olur. Hardingdən sonra İndi isə keçək Calvin Coolidge'in hakimiyyət dövrünə. Calvin Coolidge'in hakimiyyət dövrü 1925-ci ildən 1929-cu ilə qədər olan dövrə aid edirdi. Calvin Coolidge'in hakimiyyət dövründə də biz onun daxili və xarici siyasətinə baxacaq. İlk öncə daxili siyasətinə baxaq. Daxili siyasətində əsas şüarı ABŞ-ın işi biznesdir şüarını səsləndirmişdi. Və bu dövrdə iri kapitala qoyulan vergilərin miqdarı azaldılmışdır ki, bu da iqtisadiyyatın inkişafına gətirib çıxarırdı. Eyni zamanda bu dövrdə dövlətin iqtisadiyyata nəzarət azaldılmışdır ki, bu da özəlləşmə prosesinin çoxalmasına gətirib çıxarırdı. Biz eyni cümləni Hardingin dövründə də demişdik. Demək, Hardinglə Calvin Coolidge'in oxşar cəhəti qeyd edə bilərik ki, hər ikisində dövlətin iqtisadiyyata nəzarət azalmışdır və özəlləşmə prosesi sürətlənmişdir.
Bu dövrdə iqtisadiyyatın inkişaf etdiyi bir dövrdə, yəni çiçəklənmə illərində konveyor sistemlərindən istifadə edirdilər. Konveyor sistemi nədir ümumiyyətlə? Gəl ilk öncə buna baxaq. Misal üçün mikrofon, yəni ən kiçik bir minimal misal göstərirəm. Mikrofonun istehsalına baxaq. Bunun təbii ki, bir dənə bu mikrofonun hazırlanması üçün bunun tərkibində müəyyən bir cihazlardan var ki, bu cihazlar məsələn 4-5 hissə deyək. Bu 4-5 hissə biri Bakıda hazırlansa, biri Sumqayıtda, biri nə bilim Sabirabadda hazırlansa, bu istehsalat daha uzun müddətə gəlib başa çatar. Konveyor sistemində bu məsələ necə çözülürdü? İstehsalat yerləri bir-birinə yaxın olurdu və bu proses, yəni istehsalın daha qısa müddətdə başa çatmasına gətirib çıxarırdı. İndi isə baxırıq xarici siyasətinə. Xarici siyasətinin əsas məqsədi yeni xam mal və satış bazarları ələ keçirmək, yiyələnmək, Avropa dövlətləri ilə münasibətləri nizama salmaq və Almaniyanın bu təzminat məsələsini yəni Almaniyanın tərəfində dururdu. Biz zaten Hardingin dövründə qeyd etmişdik ki, Birinci Dünya müharibəsində olan münasibətlərin tənzimlənməsi üçün ABŞ-la Almaniya arasında sülh müqaviləsi bağlanmışdı ki, bu xarici siyasətdə bu dövrdə də davam edir. Eyni zamanda Latin Amerikalarına yardım edilirdi. Filippin Havay adalarında öz mövqelərini, xüsusən də hərbi strateji mövqelərini genişləndirirdi, möhkəmləndirirdi. Və Calvin Coolidge'in hakimiyyət dövründə həm xarici, həm də daxili məsələyə baxsaq, daxildə iqtisadiyyatın inkişafına, xarici məsələdə isə beynəlxalq nüfuzun xeyli güclənməsinə gətirib çıxarırdı. Calvin Coolidge'dən sonra hakimiyyətə biz Hoover'in gəldiyini qeyd edəcəyik. Hoover 1929-33-cü illərdə gəlmişdi. Onun hakimiyyət dövründə əsas məqsədləri inzibati orqanların yenidən təşkil olması və iqtisadiyyatın inkişaf etdirilməsi idi əsas məqsədləri. Amma 1929-33-cü illərdə dünyada iqtisadi böhran baş verdiyinə görə Hoover öz məqsədlərinə çata bilməmişdi. İqtisadi böhran da, yəni Hoover'in hakimiyyət dövrünə eyni illərə təsadüf edirdi ki, 1929-33-cü illərdə idi dünyada iqtisadi böhran və bu dünyada iqtisadi böhranın başlanması Amerikada başlamışdı ki, New Yorkda birjanın dəyərinin kəskin düşməsi və milyardlarla Amerikalının saatlar içərisində müflis olmasına gətirib çıxarırdı. İndi isə keçək Roosevelt'in prezidentlik dövrünə. Roosevelt'in prezidentlik dövrü 1933-dən 1945-ci ilə qədər olan dövrü əhatə edirdi. Roosevelt'in həyata keçirdiyi əsas siyasət dövləti böyük böhrandan çıxartmaq idi. Böyük böhrandan çıxartmaq üçün yeni xətt siyasəti həyata keçirirdi. Yeni xətt siyasətinin mahiyyəti dövlət iqtisadiyyatının inkişaf etdirilməsi və dövlətdə olan işsizlik probleminin aradan qaldırılması üçün həyata keçirilirdi bu siyasət. Bu siyasətin ilk görülən tədbirlərdən biri maliyyə sahəsində idi ki, maliyyə sahəsində görülən bu tədbirə əsasən bank sistemlərində islahatlar həyata keçirdi və işsizlər üçün ictimai iş yerləri açılmışdı. Növbəti tədbiri kənd təsərrüfatı və sənayeni aid olan tədbir idi ki, bu tədbir nəticəsində dövlətin təsərrüfata, iqtisadiyyata olan nəzarəti artırıldı. Biz burada belə bir ümumiləşdirmə gətirə bilərik ki, Calvin Coolidge'in və Hardingin dövründən fərqli olaraq Roosevelt'in hakimiyyət dövründə dövlətin iqtisadiyyata nəzarət artırılmışdı. Əgər dövlət iqtisadiyyata bayaq dediyimiz kimi nəzarəti artırırsa, demək ki, özəlləşmə prosesi azalmış olacaqdır. Digər tədbirlərdən biri sosial sahədə keçirdiyi islahatı idi ki, sosial sahədə keçirilən islahatlara əsasən azyaşlıların işləməsi qadağan edilirdi və sosial təminat haqqında qanun qəbul edilmişdir. Həmin bu qanuna əsasən əlillərin və yaxud da yaşlı insanların təqaüd alması ABŞ-da ilk dəfə olaraq bu təqaüd sistemi yaradılmış olurdu. Roosevelt'in xarici siyasətinə baxsaq, xarici siyasət əsasən tədricli siyasət həyata keçirirdi.
Tədricçilik siyasətinin həyata keçirilməsi nəticəsində ABŞ Millətlər Cəmiyyətinə daxil olmadı. ABŞ Millətlər Cəmiyyətinə daxil olmaması ABŞ-ın Versal sülh müqaviləsini təsdiq etməməsinə gətirib çıxarmışdır. Eyni zamanda biz onun əsas siyasətlərindən biri, yəni xarici siyasətlərinin mahiyyətindən biri olan mehriban qonşuluq siyasəti idi.